bu evə sona qədər baxın. Dəyərli izləyicilər, dəyərli dostlar. Mən demirəm, bu evin sonluğunda bir dənə video paylaşacağım ki, sıfırdan necə özəyi tökülüb, necə betonları tökülür, fundamenti, kəməri, hər bir şey necə tökülübsə, hər bir şeyini sıfırdan mən sizlərə təqdim edəcəm. Değerli izleyiciler, bak bu gördüğünüz evi biz sıfırdan çəkmişik. Sonda videonun axırında görəcəksiniz ki, belə bir möhtəşəm və belə bir gözəl həyət evi axtarsan da tapa bilməzsən. Qiyməti 145 min düzdür Azərbaycan manatına. Paket kupçadır değerli dostlar. Evin də kupçası, torpağın da çıxarışı kupçası, hamısı tam tamınadır. Değerli izləyicilər, bir dənə həyətin jalüz qapısına baxın. Həyatına rahat neçə dənə maşın desəm keçir. Mən susuram, ev danışır. Ev deyir ki, gəl, axı bu mənəm. Gəl, məni götür da. Yəni belə bir gözəl ev. Bakını qaldırıb qoyacaq bax yuxarıya. Su bakına qədər, çöl sanitar boşağına qədər. Dostlar, hər şey minimum, maksimum dərəcədə düşünülübdür. Evin sözü yoxdur. Ev qoşa daşdır, dörd bir tərəfi kəmərdir, hər bir tərəfi betondur, gözəl, necə lazımdır. Tam proyektlə verilmiş bir həyət evidir dostlar. Həyəti ümumi opşi belə götürsək ev qarışır, 3 sotun içindədir. Evin özü gözəl 4 otaq yuxarıda, 2 köməkçi otaq aşağıda. İnşallah keçəcək evimizin təqdimatına keçməmişdən görək Aysun xanım beyvə nə deyir? Değerli izləyicilərimiz, mən də istəyərdim Rövşən bəy alt otaqları göstərdikdən sonra təqdimata keçərdiniz. Həqiqətən də ki, bayaqlar Rövşən bəylə onu danışırdıq ki, istəyir proyekt olaraq, istəyir sənəd olaraq, istəyir tikilişin möhkəmliyi, sağlamlığı olaraq değerli izləyicilərimiz, hər bir şey möhtəşəm, üstü möhtəşəmdir və həqiqətən də bir fürsətdir. Demək olar ki, bu ev sahibinə heç bir qazanc vermir. Bilirsiniz niyə görə? Çünki başa-baş satır buranı hardasa. Çünki bura xərc qoyub. Özünə tikilmiş kimi həqiqətən də ki, sağlam və möhkəm tikib. Ya Allah deyə keçək təqdimata. İnşallah dostlar, elə bir ev. Üst mərtəbədə özünüz Bəli. əlavə edin. Elə Buyurun. bir iş görüldü ki, bu kişinin oğlu. Sonunda görərsiniz, betondan kimi hər bir şey. Hər yerdə kanalizasiya xəttləri atılmağı zadı necə lazımdır. Gəlin burada oturaq. Bu kişinin oğlu elə bir iş görüldü ki, hətta sən də gəlir. Deməli, bu evi alan adam onu bilsin ki, qohum əqrəbə gələcək deyəcək ki, kaş ki mənim də imkanım olardı, gələrdim belə bir evin sahibi mən də olardım. Aşağı mərtəbə ilə tanışmaq dəyərli izləyicilər. Aşağı mərtəbədə belə bir zal kimi köməkçi otaqdır ki, çox sərin, buz kimidir. Bax, yayı sərin, qışı isti olan belə bir panorama ilə pəncərəsi olan, özdə qapı kimi də açılır. Çölə bazıya da çıxmaq üçün belə bir şəraiti olan səliqəli bir həyət evi satır da, yəni dostlar, ev satır da. Aşağı mətbəx yeri, baxın dəyərli izləyicilər, düzəldə biləcəyiniz qəşəng alt mərtəbəli mətbəx hissəsi, kombisi burada var, bir dənə göstərərdik. Yer aşağı mərtəbə, baxın kombi, yer istipoldur. Bütün aşağı hamısı istipoldur. Maşını rahat saxlayırsan göz qabağında, burada yeyirsən, içirsən, şeylənirsən özün üçün yəni. Gəlin bura, aşağı mərtəbədə qış aylarında, buralar isti olduğuna görə, bax, belə bir zal kimi də əlavə yer çıxardır ki, dəyərli izləyicilər. Burada gördüyünüz aşağı mərtəbənin zalıdır. Buranın hər şeyini çəkmişəm, aşağı mərtəbəyə necə istipol çəkilir, necə şəraitlər qurulur. Videonun sonunda hamısını izləyərsiniz dəyərli izləyicilər. Onların hamısını paylaşacağım. Videolarımızda mövcuddur. Ona görə sona qədər izləyin. Həm evin halını, valını, obisi halını, hər bir şeyini dəyərli dostlar tamı-tamına izləmiş olursunuz. Evin hər bir şey qəşəngdir. Mükəmməl. Danışmıram. Sadəcə olaraq siz bu evə baxın. Ayşə xanım, siz bunu cavablandırın inşallah. Mən qalxım evin üst hissəsini göstərim dəyərli izləyicilərimizə. Dəyərli dostlar, dəyərli qardaşlar, baxın, qarajına maşın sal, həyətində saxla. Çox gözəl proyektlə, bax, belə bir gözəl evimizin satışını edirik 145 minə.
İndi inşallah Allah'ın izniyle dostlar keçirəm evimizin iç hissəsinə. Bura baxın. Geniş, səliqəli evin koridor hissəsi. Evin mətbəx hissəsi, dəyərli izləyicilər. Bir dənə tavan, işıqlandırılma, görkəm, şan şöhrət, kombisi, radiatorları. Baxın, burada pərdəliyinə qədər hamısı asılıb təhvil veriləcək, dəyərli izləyicilər. Ətraf yaşayışdır, qolum qonşudur. Çox səliqəli, tikilidir, mükəmməl bir evdə. Sağ, sol, hamısı yaşayışdır, dəyərli izləyicilər. Evimizin yerləşmə yeri Binə qəsəbəsi Ülvi Şadlıq Sarayı Məxməri çay evi yaxınlığında yerləşir. Hər bir şey var da, kommunallar hamısı mövcuddur. 4 otaqdır yuxarı hissəsi. Zalına daxil olaq. Bir dənə baxın. Proyekti görün. Proyektə baxın. Çıl-çırağı, listuru, hər şeyi. Çox gözəl pərdələri. Hamısı orijinal pərdələrdir. Qalın pərdələrdir. Hamısı necə lazımdır. Çox gözəl işlənilibdir ev. Çox səliqə iləndir. Vallahi dostlar, məncə bu evi paket qubca ilə gedib şəhərdə 2 otağın qiymətini almaqdansa gəlib belə bir 4 otaqlı ev almağınızı mən məsləhət görürəm. Həm həyəti, həm bacası, həm ev özü, həm özəyi, həm keyfiyyəti, hər şey kakpalojna. Yataq otaqlarını dostlar bir dənə baxın elə. Genişliyi geniş, iri, səliqəli, işıqlandırılması çox mükəmməl, koridoru çox mükəmməl, otaqları mükəmməl. Uşaq otağına yəqin ki baxdıq dostlar, hə. Bura hələ evin uşaq otağıdır, çox qəşəng, səliqəli, genişdir. Mükəmməl bir evdə. Evin digər otağını da göstərim. Baxın. Yataq otaqları çox səliqəli. Bütün evin özü ümumiyyətlə çox gözəldir. Pərdələri olsun, hər şeyi tam dizaynla, lüks bir forma ilə istifadə olunubdur. Elə belə işlər görülməyib dostlar. Evin sanitar qovşağına da daxil oluram. Dəyərli izləyicilər, dəyərli bələdçilər, baxın. Sultanov ailəmiz. Bax, belə bir evi kim almaq istəməz? Moydadırına qədər hər bir şey tam hazır bir vəziyyətdədir. Evin gördüyünüz kimi asma tavanına qədər mükəmməl bir şəkildədir. Dəyərli dostlar, dəyərli qardaşlar, dəyərli Sultanov ailəmiz, məncə başqa evləri unutmaq lazımdır. Gəlib bu evi götürmək lazımdır. Xanımlar, mətbəxi yenidən çəkirəm. Genişliyini yenidən görəsiz. Gəlin bu evi götürün. 145 min deyir. Real alıcısına endirim eləyəcəm. İndi isə baxın, görün necə bir bunun özəyi, fundamenti necə atılıbdır. Allah xeyir versin. Axıra qədər izləyin. Buyurun. Bunu çəkək ya Allah. Bismillah və la havlə və quvvətə illa billah. Yorulmayasınız ustalar. Allah şizavan eləsin. Allah sizlərə can sağlığı versin. Dostlar, baxın bu evlərin hal-hazırda betonunu sizlərə təqdim eləmək istəyirəm. Necə beton tökürlər və necə beton hazırlayırlar. Baxın, yorulmayasınız usta. Allah əməyinizi yerdə saxlamasın inşallah. Ətraflı göstərim qoy, betonu zadı hamısını çəkək ki, evləri yəni burada elə belə tikilmir. Hamısı betonla tikilir. Yeri olsun, fundament olsun, üstü olsun, kəməri olsun. Yəni sonra deməsinlər ki, bu makler evidir, makler evi belə tikilir. Necə tikilir usta? Hamısı betondur da. 2 arabaya 1,5 səmət qatılır. Allaha ant verirəm usta. Yəni bunu mən öz evim də dəli. Şəxsi evdə işləyirsiniz, belə makler evdə işləyirsiniz. Makler evi keyfiyyətlidir bugünkü günü, yoxsa Vallahi makler evləri ilə şəxsi evlərdən keyfiyyətli. daha keyfiyyətli olur. Bunu mən də görürəm. Bax deyirəm, neçəlikdir? Beton 25 sant. 25 santə. Hamam tatil ölçüsünə götürülür. Malades valla. Allah xeyir versin. Demək olar hər tərəfdə beton da belənməsin. Hamısı betondur. Fundamenti zadı hamısı beton. Balkondur, sonra buradakı hamam tuvaletdə hamısı beton. Allah xeyrizi versin usta inşallah. Bu da hazır olanda bir dənə də çəkib bu videonu əvvəlindən qoyacağam ki baxsınlar. Xeyirli uğurlu olsun. Aysun xanım nə deyirsiniz? Əla, əla. Gəlin, alın. Bəli, bəli.
İndi bu evləri qutaranda bunu almağa göstərəcəm. dəyər. Qutaranda Bu proyektdir, göstərəcəm bu bunları. evləri həqiqətən də almağa dəyər. Xeyirli uğurlu olsun Yorulmayasınız. inşallah. Allah ruzu bərəkətinizi yetirsin inşallah. Amin. Sağ olun. Dostlar, bax yadınıza gəlir. Bax bunu çəkdim ha. Bax buralara beton tökürdülər. Bax həmən evdir. Kakpalojnada ay yarımdır ki, hələ bu ay yarımdır ki iş gedir burada. Ay yarımdır. Hələ bundan sonra bir ay yarımdakı gedəcək yəni ki, bax bu iş. Bunu mən qutaranda sizlərə onsuz paylaşıram Serovna. Yəni qısa götürdüm ki, görəsiz necə beton verilib, necə fundament verilib, necə istipol verilir bax bu yerlərə. Bax hələ yeri gözünüz yumuşaqdır bax dostlar. Necə istipol, bax buraların hamısı tüpliyonla olur da, yəni necə lazımdır. Elə belə ev düzəlmir də. Burada kişi kimi iş görür, sizə təhvil verir. Evin içi də var ha, super pollar işlənilibdir. Elə belə taxtalar da öl, 5.25 atmaları. Hamısı bə necə lazımdır qalın taxtalarla zadından. Yorulmayasınız usta. Evin çornukatlarına baxın hələ. Qalın hamısı diklərdir. Hamısı ha qalın. Bura garaj yeri zadı necə lazımdır. Elə belə evdə öl, otido. İndi hazır olsun, bir dənə sizə hazır variantını çəkəcəm, baxın. Dostlar, bu betonlu evimiz, fundamenti beton tökülən evimiz idi dostlar. Bununla bu çəkilişimizi neçənci dəfə də eləyirik. 3-cü, 4-cü ayadır. Olar ki, bu ev iş gedir, yəni təmir işləri aparılır, hələ də bitməyib. Niyə? Çünki sağlam iş hər bir şeyin əsasını daşıyır. Çünki nəyə görə? Bax sizlərə mən burada subut eləyim. Evin fundamentini görürsünüz, hamısı betondandır, hər bir şey sağlamdır. Burada istipol atılacaq. Bütün otaq altların hamısı istipoldur gördüyünüz kimi. Baxa da bilərsiniz, işi biz sizə çiğ yox. İşi biz sizə pişmiş ətin özünü göstəririk ki, biləsiniz ki, bunun altında, sistemlərin altında nələr yerləşir. Yəni çox sağlam və keyfiyyətli ev axtaranlar məncə bunu əldən qaçırmasınlar. Sənət də ki, kupçadır. Dəyərli izləyicilər, bu sənəti kupça olacaq paket. Biz bunu hazır vəziyyətinə kimi hər bir şey çəkib sizlərə təqdim eləyəcəyik dostlar. Ta işin ən sonuna qədər mən sizlərə bu evi çəkib göstərəcəm. Necə bu işin təmiri başa çatır. Sona qədər izləməyinizi tövsiyə edirəm. Otaqlarımızdır. Gördüyünüz kimi bax pol vurulub. Qalın poldur. İri bir poldur dostlar. Və bu polun üstündən hələ bir izolizasiya olunacaq. Onun üstündən də ki dostlar, əməlli başlı laminatlar atılacaq. Buralar gördüyünüz kimi yataq otağı, qonaq otağı, bütün otaqları çox iridir. Real alıcılar. Buyurun. Çornokatına qədər hər bir şey hazır vəziyyətdə. Gəlin, məncə bu fürsət əldən qaçmaz. İndi bu evin son bir vəziyyətinə də baxacağıq Allahın izni ilə. Baxın dostlar, baxın həmən ev bax yekunlaşmaq üzrədir. Baxın. Paket kupça. Paket kupça. Həmən bu evin neçənci dəfədir ki, bundan hər yarı tikilən momentini çəkirəm də sizlərə. Yekunlaşmaq üzrədir. 7 otaqdan ibarət olacaq bu ev. 7 otaqdan ibarət olacaq. Baxın, sonuncu dəfə çəkəndə buralarda istipolların xətti çəkilirdi. İndi otaqların belə deyək də, əməlli başlı kafel metlaqları vırılıbdır. 7 otaqdır, dəyərli dostlar. Burası da garajdır. Üstəd otaqlardır. Yekunlaşsın, tam yekununda da çəkəcəm sizlərə. Allah hər kəsin xeyrin versin. Paket kupçalı bu evi məncə əldən qaçırtmağa dəyməz. Allah hər kəsin xeyrin versin. Dostlar, baxın, bu evlər yekunlaşmaq üzrədir. Bu evin əvvəl fundamentindən çəkmişəm. Bax, betonu, metonu necə lazımdır da indi videoda özünüz görürsünüz. Daha tam yekunlaşmaq üzrədir. Demək olar yekunlaşır. Yəni hər bir şey hazır vəziyyətə düşür. Salam usta, yorulmayasınız. Nə var, nə yox usta, yorulmayasan. Usta, bu evin təməli nətərdir? Fundamenti necədir? Maşallah. Allah əlinizi qolunuzu yormasın inşallah. Xeyirli uğurlu olsun. Tam hazır eləyib təhvil verirsiniz də. Xeyirli uğurlu olsun. Mən bunu xırda çəkirəm. Bilirəm, görmüşəm, çəkmişəm, istipolu da çəkmişəm. Çıxış kəmərləri də burada adamısı. Xeyirli olsun.
Sürpriz eləyəcəm axırda müştərilərə. Sağ olasan. Sağ ol babam. Görürsünüz dostlar. Yəni bu ev 4 hardasa 5-6 otaqdan ibarətdir. Qiymət də sonda deyiləcək. Dəyərli izləyicilər, yekunlaşır. Xeyirli uğurlu olsun. Böyük kvadratı olan, həyəti geniş olan evdə. Usta necə bir evdə? Təməlindən bu evin işləyirsən. Betonları necə veribsiniz? Sağlam. Armaturları? Hamısı. Xeyirli uğurlu olsun inşallah.